Allah görür, hər şeyi Allah görür. Allah qəlblərdən o qədər agahdır. Yəni, haqsızlığı götürə bilmirəm mən. Yəni, insanla belə istifadə etməyin, insanla oynamayın. Damla-damla topladığımı məhv eləməyin. Bir başlıqla sən mənim karyerama ziyan vurursan axı. Sən bunu niyə edirsən? Yəni, bu qədər mi o çörək sənə vacibdir? O çörək sənə zəhər olsun. O çörəyi necə yeyəcəksən? Bəs o çörəyin halallığını məndən almalısan. Qiyamət günü var. Qiyamət günü yox, elə bu dünyada hər şeyin cavabı var. O cavab sənə gələcək, bunu etmə. Etdinsə də bil ki, bunun geç tezi var. Yəni, mən 2 gündür mən özümə gələ bilmirəm əsəbdən. Xahiş edirəm, bu barədə bir də mənə belə mövzular, suallar verilməsin. Çəkməyin məni. Ki, oxuya bilməyən müğənni kimimi, nə kimi məni təqdim eləmək istəyirsiniz? Mən dahi Ulu Öndərin qarşısında oxuyan müğənniyəm. Mən uşağam sizin üçün. Mən illərimi ali təhsil almışam. Mən yatmadan, dayanmadan məktəb bitirmişəm, institut bitirmişəm. Qızıl fondda mənim əsərlərim var. Siz məni kimlə, nə ilə vurmaq istəyirsiniz? Hara sürükləyib salmaq istəyirsiniz? Nə var, neçə vaxtdan sonra mən qayıtmışam. İndi qayıdışım kimlərəsə mane olur və yaxud kimlərəsə qorxunc gəlir. Məni nüfuzdan salmaq istəyirsiniz. Qoyun da həyatımı yaşayın. Axı mənim heç kəslə işim yoxdur. İsa, sən məni gözəl tanıyırsan. Məni tanıyanlar, yaxın tanıyanlar hamısı bilirlər ki, mən çox vicdanlı insanam. Məni o həddə gətirin. Məndədir günah ki, mən o yeri tərk etmədim. Mən hörmətsizlik etmədim, amma hörmətsizlik gördüm. Bunu etməyin. Etmə bulma dünyasıdır. Hər şeyin zamanı var. Və mənim yetərincə gözəl kütləm var, mənim özümə uyğun. Mən demirəm mənim milyardlarım, milyonlarım, nə bilim nələrim, ancaq mənim də özümə görə hörmətim var. Bunu etməyin. Kimdənsə 5-3 manat alırsınız deyə yaltaqlanmayın, yaltaq olmayın. Kişi olun. Kişi deyilsizsə, hansı cinsin üzvüsüzsə, ona uyğun ya çəkilin, rədd olun həyatımdan, ya da məndən işiniz olmasın. Çox danışdım da. Mən sizi çox gözəl anlayıram əslində. Sadəcə mən yenə deyirəm, aparıcılarda bir o qədər günah görmürəm. Niyə günah görmürəm bir o qədər? Nə qədər bir günah aparıcılarda varsa, bir o qədər günah da söhbət sizə şamil etmirəm. Sənət nümayəndələrində var. Yenə deyirəm, burada mənim müsahibim, mənim qonağım mənə icazə verdiyi qədər mən onun şəxsisinə daxil ola bilərəm. Mənə icazə verdiyi qədər onun sənətinə, onun qalmaqalına. Mən də icazə verdim də, gərək əvvəldən ağzının üstündən vuraydım. Deyirdim ki, bu barədə danışma, bunu deməliydim. Siz, məsələn, daha gənc, yeni çıxan, təcrübəsiz, məsələn, bu mövzu ilə bağlı hətta sosial şəbəkədə Rüstəmi buradan salamlayıram. Sizin şou səhifəsində uzun bir mübahisəm də gedirdi sırf bu mövzuda. Düşmüşdülər üstümə. Yenə deyirəm, məncə təcrübəsiz olsaydınız bu sahədə, mən deyərdim ki, Xuraman Şuşalı, yeni müğənni, gənc çıxıb, o qayda qanunları bilmir. Yəni, nə etmək olduğunu bilmir, canlı yayımdır. Amma təcrübəli W Trio'dan bu yana gələn, təhsil görən, mən elə sizin bu keçdiyiniz konservatoriya, musiqi gimnaziyası, ustadlardan aldığınız dərsləri demirəm. Vaqif Gərazadədən bu yana da show biznesə daxil olan ərəfəni deyirəm. Bu təcrübənin qarşılığında, yəni siz də icazə verirsinizsə özünüzdən, olmasın Zaur Nəbioğlu, olsun nə bilim Əli, Vəli, Andrey. Yəni bu istifadəyə icazə verir. Bu tək sizə aid deyil, bütün müğənnilərə aiddir. Mən bugündən deyirəm ki, əgər hansısa saytda mənim ünvanıma pis bir başlıqla nəysə bir xəbər olacaqsa, mütləq ki, onlar cavab verəcəklər. Yox, pis başlıq deyəndə heç kim orada sizin nə şərəfinizi, nə ləyaqətinizi ancaq kommentariyada şərait yaradırlar da. Kommentariyalarda şərait yaradırlar da. Mən baxdım, orada ancaq sənətinizi kölgə altına salan belə. Mən bir-iki yerə şərh də yazdım ki,
Şəbnəm xanımın sözünün altında orada başqa adamlar da var. O sözü demək istəyənlər, onu etmək istəyənlər, başqa müğənnilərin də adamları var orada. O tək o deyil ki. Yəni tək onluq iş deyil. Orada başqa söhbətlər də var. Şəbnəm xanım əslində mövzuya çox humanist yanaşdı. Gəlin səmimi olaq. Çox humanist yanaşdı. O yəqin ki, verilişi əvvəldən izləyib, görüb necə gözəl fikirlər səsləndirmisiniz onun haqqında, necə onu tərifləmisiniz. Xeyli onun haqqında danışmısınız. Bəli, o Şəbnəm xanım da üzr istəyirəm, uşaq deyil, az yaşlı deyil. Özü də dəfələrlə canlı yayımlarda olub, başına bu cür hadisələr gəlib. Yəni o gördü. Məsələn, Şəbnəm də əslində istəsəydi, gəlin səmimi danışaq da, yəni reytinqdə alıca qaçmaq istəsəydi, kifayət qədər gündəm bir mövzuydu. Elə deyilmi Zaur bəy? Çıxardı sizin sözlərinizi hansısa ki, sosial şəbəkədə yayılıb, ona bir cavab verir, sonra deyərdi ki, bəs Xuraman, üzr istəyirəm, mən verilişə baxmamışam. Mən də o sosial şəbəkədə yayılan o 40 saniyəyə, 1 dəqiqəyə baxdım. Səmimi olmaq lazımdır. Şəbnəm Tovuzlu da burada verilişi izlədi, çıxdı. Çox humanist ki, mən Xuramanı çox istəyirəm, istedadlı müğənni. Mən də onu çox istəyirəm və əslində udub-uduzan tərəf var da, başa düşdün.